Bugün artıq 21-ci gecə, yəni Qədir gecəsi Peyğəmbərimizin buyurduğu kimi Ramazanın son 10 günündə tək gecələrdir. Yəni 20-ci orucu tutursan və 21-ci gecədən, yəni bugün artıq 21-ci gecəyə yaxınlaşırıq, Qədir gecələri başlayır. Yəni Qədir gecəsində xüsusi namaz və ya Vaqiə surəsi oxumaq Peyğəmbərimiz sallallahu əleyhi və səlləmdən gəlibmi? Qədir gecəsində xüsusi namaz deyil, elə həmişə qıldığımız gecə namazı var. Yəni indi Ramazana təravih deyilir və ya təhəccüd namazı deyilir, gecə namazı deyilir, eyni namazdır. Yəni xüsusi bir namaz yoxdur. O namazı qılacaq. 2 də qıla bilərsən, 4 də, 6 da, yəni istədiyin qədər. Azı 2-dir. Sonunu da vitrlə bitirirsən. Gecəni hansı vaxtını istəsən. Amma bu çox yayılır sosial şəbəkələrdə ki, Vaqiə surəsini oxuyanda ruzu üçün oxumaq, işləmə, çalışma ilə Vaqiə surəsini oxu kifayətdir. Bəziləri bunu biraz məsxərəyə çeviriblər. Görürsən ki, video düzəldilər ki, filan hoca dedi ki, elə Vaqiə surəsini oxu kifayətdir də işləmə. Yoxdur Peyğəmbərimizdən belə hədis ki, Vaqiə surəsini oxuyanda insana ruzu gəlir. Ruzu üçün əstəğfurullah zikri, Allaha dua eləmək. Yəni Vaqiə surəsində belə bir üstünlük yoxdur ki, onu ruzu üçün oxuyursan və ya Qədir gecəsini oxuyursan. Belə Peyğəmbərimizdən səhih bir kəlam yoxdur.